Salam əziz izləyicilər, bu gün sizə Lincoln Co 900 avtomobilini təqdim etmək istəyirəm. Öz sinfində BMW X7, Mercedes GLS, Range Rover Vogue bunlardan qat-qat ucuz olmasına baxmayaraq texnologiya cəhətdən onlardan qat-qat daha üstün bir modeldir. Avtomobil 1,5 litr mühərriklə təchiz olunub. Ümumilikdə 721 at gücü hasil edir. Bu cür gəminin 0-dan 100-ə sürətlənməyi cəmi 4,5 saniyə vaxt istəyir. Ölçülərin böyük olmağına baxmayaraq bu avtomobilin orta benzin sərfiyyatı 5 litrdir. Elektriklə tərtəmiz 220 km məsafə verir. Ümumilikdə elektrik və benzin qarışıq 1400 km qədər məsafədə bu avtomobili idarə edə bilərsiniz. Deməli yoldaşlar, avtomobildə Goodyear təkərlərdir. 21 düymlük disklər, lidar sistem, 540 dərəcə ümumilikdə kamera sistemi, 20-dən çox ADAS təhlükəsizlik sistemi var. Azilov da ölməyib, öz yerində Azilov yaşadırıq. Ümumilikdə pneumatik sistemi də avtomobil hündürlüyünü istədiyiniz formada tənzimləyə bilirsiniz. İstəyirsiniz ümumilikdə hündürlüyünü qaldırın, istəyirsiniz aşağı salın, sizə necə rahatsa o formada istifadə edə bilərsiniz. Bu avtomobildə bir maraqlı özellik göstərəcəm sizə. Qapıları açmaq üçün dartmağa ehtiyac yox. Əlinizi sadəcə yaxınlaşdırmağınız kifayət edir. İnteriorindən da açmaq istəyirəm sizə. Deməli, qapıları açarkən bizi qarşılayıb birinci elektron ayaqaltılar. Ardıyca Harman Kardon səs sistemi. Avtomobildə ümumilikdə 32 ədəd Harman Kardon səs sistemi var. Daha sonra oturacaqların yaddaşı, memory paket. Əlavə olaraq bu hissədə tam olaraq yuxuya nəzarət rejimi, yəni sükan arxasından yuxladığınız falan avtomobil bütün hər bir şey özü diqqət yetirir. Bu hissədə tam olaraq mərkəzdə 50 vata qədər dəstəklənən 2 ədəd simsiz şarj yuvamız var. Rahat şəkildə buradan da istifadə edə bilərsiniz. 散了才能聚，你不吹梦，张灯结彩，八仙桌的收尾少不了梦菜。Avtomobildə head-up displeyimiz, sürətlər qutusu sükanın tam olaraq arxasına yerləşdirilmişdir. Əlavə olaraq avtomobilimizdə 2 ədəd 30 diaqonallıq monitorumuz var. Biri tam qabaq hissədə, biri isə arxada yerləşən sərnişinlər üçün. Onu da arxa hissəyə keçəndə sizə təqdim edəcəm. Olaraq avtomobilimizin hər bir qapısında pilisos sistemi də var. Yoldaşlar, keçək avtomobilimizin salon hissəsinə. Qapını açarkən bizi nə qarşılayır? Zavod qara şüşələr, mexaniki idarə edə biləcəyimiz yan pərdələr. Daha sonra oturacaqlarımız. Oturacaqlarımız yoldaşlar 3 istiqamətdə hərəkət etdirə bilirsiniz. İstəyirsiniz bu formada saxlayın zavod, istəyirsiniz bu oturacağı tam olaraq çölə tərəf çevirək. Bunları indi mən sizə bir-bir hamısını göstərəcəm. Biz buna öz aramızda ofis rejimində deyirik. İndi onların hamısını bir-bir sizə göstərəcəm. Bu hissəni də sürətləndirək. 280 da qoyarıq. Ne biraz korkarız. Yasaya. 让他小绑3条球，回馈一下社会先，我都不能变黄。Bundan əlavə növbəti əks istiqamətə çevirmək olur. Öndə olduğu kimi arxa hissədə də 30 diaqonallıq monitorumuz var sərnişinlər üçün. Oturacaqları bu formada əks istiqamətə və ya da bayaq göstərdiyim kimi 300 millikdə istiqamətə verə bilirsiniz. Əlavə olaraq hər bir oturacağın isidilməsi, soyudulması, masaj funksiyası var. Hətta arxa oturacaqların belə bu özəllikləri dəstəkləyir. Burada hamısını bir-bir qeyd ediblər. Bütün oturacaqların yanında şarj aləti yerləşdiriblər. Əlavə olaraq avtomobilin tam mərkəzi hissəsində soyuducu sistemimiz var. Hansı ki, buradakı soyuducudan siz mənfi 10 dərəcəyə qədər, müsbət 50 dərəcəyə qədər istifadə edə bilirsiniz. Yəni, həm mənfi 10 dərəcəyə qədər soyuda bilirsiniz, həm də müsbət 10 dərəcəyə qədər, 50 dərəcəyə qədər üzr istəyirəm, qızdıra bilirsiniz.